Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün atom və nüvə fizikası başlığından atomun planetar modeli, Bohr postulatları, hidrogen atomunun enerji şüalandırması, şüalanmanın növləri, lazer və onun tətbiqləri başlığındakı testlərin izahına baxacaq. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, Heyger sarğacının iş prinsipi hansı hadisəyə əsaslanır? Heyger sarğacının iş prinsipi zərbə ilə iyonlaşma hadisəsinə əsaslanır uşaqlar. Cavab olur Y variantı. 2. Atom bir enerji səviyyəsindən digər enerji səviyyəsinə keçərkən udduğu işığın tezliyi hansı ifadə ilə təyin olunur? Baxın, əgər atom işığı udursa, deməli onun enerjisi artır. Onda mən belə yazaram ki, H-nü bərabərdir. N yazmayıb, K yazıbdır, fərqi yoxdur. YK çıxılsın, YN yazaram. Buradan da nünü tapanda YK-dan çıxaram YN-i, bölərəm H-a. Yəni cavabı götürərəm B variantı. 3 nömrəli sual. Planck hipotezi hansıdır? Planck deyir ki, uşaqlar atom enerjini və yaxud da elektromaqnit enerjisinin fərqi yoxdur. Ayrı-ayrı porsiyalar, kvantlar şəklində, paketlər şəklində ötürür. Yəni enerjini birdən-birə hamısını başqa tərəfə ötürmür. Hissə-hissə, az-az ötürür. Ona görə də götürərəm cavabı A variantı. Ya şüalandırır, ötürür deyəndə ya şüalandırır, ya udur. Amma hissə-hissə. Yəni bütöv şəkildə enerjinin hamısını udmur. 4. Mənbələrdən hansı yüksək monoxromatikliyə malik işıq şüası şüalandırır? Uşaqlar lazer. Hətta bu lazerlə əməliyyatlar da edirlər. 5. Mənbələrdən hansı daha kiçik səpilmə bucağına malik işıq dalğası şüalandırır? Yenə lazerdir. Lazer uşaqlar belə bir xüsusiyyətə malikdir. Yüksək monoxromatikliyə malik olsa da çox kiçik səpilmə bucağına malikdir. 6. Yaqut lazerində güclü qaz lampasının işığının təsiri hansı şüalanmada baş verir? Uşaqlar, yaqut lazerində 1-dən 3-ə keçiddə baş verir şüalanma. B variantı. 7. Hansı keçiddə hidrogen atomu ən böyük dalğa uzunluğu görünən işıq şüalandırır? Uşaqlar, bizim 3 seriyamız vardı da. Lyman, Balmer, Paşin. Bunlardan Lyman ultrabənövşəyi idi, Balmer görünən idi. Paşin isə infraqırmızı idi. Görünən işıq dalğalarında ikinci enerji səviyyəsinə keçid olmalıdır. Yəni ikinci enerji səviyyəsinə keçməlidir. Bunlar gedər. Qaldı A, C və Y. Mənə deyir ki, ən böyük dalğa uzunluqlu görünən işıq şüalandırsın. Dalğa uzunluğu böyükdürsə, enerji az olmalıdır. Çünki HY bərabərdir. HC bölü lambdaya görə enerji lambda ilə tərs asıdır. Ona görə də mən keçidlərin bir-birinə yaxın olsa, udulan və yaxud da şüalanan enerjinin miqdarı az olar. Ona görə də cavabı Y götürərəm. 8. Hansı keçiddə hidrogen atomu ən böyük tezlikli görünən işıq? Görünən işıqdırsa yenə ikinci səviyyə keçiddir, qalanları gedər. Amma ən böyük tezlikli deyirsə, Y bərabərdir H-nüyə görə tezlik böyükdürsə onda enerji də böyük olmalıdır. Ən böyük enerji də 5-dən 2-yə keçəndə baş verir. Götürərəm D variantını. 9. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Hansı keçid görünən şüalanmaya uyğundur? Görünən şüalanma olması üçün uşaqlar biz ikinci səviyyə keçidimiz olmalıdır. Baxın, ikinci səviyyə yalnız bu keçir. Yəni 1-dir. Cavabı götürərəm D variantı. 10 nömrəli sual. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Hansı keçid görünən şüalanma yenə 2-yə keçid olmalıdır. Baxın, 1-dir burada da yenə. Cavab B variantı. 11. Hansı atomun və ya iyonun modeli təsvir olunmuşdur? Heç 11-də baxıram ki, bu heliumdur. Baxın, 2 dənə protonu var, 4 dənə kütlədədir. Yəni ümumi yükü var, protonla neutron cəmi. Helium 2-4-dür. Yəni helium atomudur. 12. Hansı atomun və ya iyonun modeli təsvir olunmuşdur? Burada baxıram, 3 dənə protonu var mənim maddəmin. Ümumilikdə isə deməli 7 dənə. Burada protonla neutronlarının cəmi var. Bu da litiumdur da, litium atomudur. Yəni cavabı götürərəm B variantı. 3. Hansı atomun və ya iyonun modeli təsvir olunmuşdur? Burada deməli 1-1 yazıram. Bu da hidrogendir da ilə B variantı. Sonra digərində, baxın uşaqlar, protonların sayı 2 dənədir. X maddəmdir, 2 protonu var. 4 dənə də protonla neutron var cəmi. Bu heliumdur. Sadəcə elektronun sayı protona bərabər deyil. Onda deməli bu atom deyil, iyondur. Helium iyonudur. Yəni cavabı götürərəm C variantı. 15-də deyil helium iyonu. İyon o vaxt olur ki, protonlarla elektronların sayı fərqli olsun. Baxın A'ya, A'da 2 protonu var, 2 neytronu var, 2 dənə də elektronu var. Bu atomdur. Bu helium atomudur. Bunu götürə bilmərəm. Baxın 15-ə. 15-də daha doğrusu B variantında bu hidrogen atomudur. Bu da deyil. C'də isə
Fikir verirsinizsə x-dır, 3'dür. Burada isə 7'dir. Bu lityumdur və protonların sayı da elektronların sayına bərabərdir. Bu da atomdur. Məncə cavab D-dir. Niyə D-dir? Çünki baxın 2 dənə protonu var. Heç bir problem yoxdur. 4 də yük ədədir. Lakin 2 protonu 1 elektron var. Elektronun birini itirib iona çevrilib, müsbət iona çevrilib özdə. Cavab D-dir. 16'da değil, helyum atomunun modeli. Helyum atomudursa 2 dənə müsbət olmalıdır. 2 dənə mənfi, 2 dənə də protonu. Daha doğrusu neutron. Cavab adı. Lityum atomu deyirsə, lityum 3 7'dir. Yəni mərkəzində 3 dənə müsbət yük olmalıdır. 3 dənə proton olmalıdır. 4 dənə neutron olmalıdır. 3 dənə də elektron. Onda atom olar. Cavab Y. Hidrogen atomu H1-1'dir. Yəni cavab C'dir. 19. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. İkinci enerji səviyyəsində olan hidrogen atomunun udduğu ən uzun dalğalı fotonun enerjisi. Uşaqlar, əgər bunun enerjisini yazaq da, ikinci enerji səviyyəsində enerji 3.4 elektron voltdur. Udursa, bunun enerjisi artır. Enerji artanda dalğa uzunluğu azalmalıdır. İndi ən uzun dalğalı deyirsə, Y foton bərabərdir Hc bölünsün lambdaya görə dalğa uzunluğu böyükdürsə, onda enerji ən kiçik olmalıdır. Enerjinin də ən kiçik olması üçün biz yaxın olanları bir-birindən çıxmalıyıq. 3.4-dən 1,51 çıxaram. 1,51 çıxsam mənə 1,89 verir. Yəni cavabı götürərəm G variantı. 20. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. İkinci enerji səviyyəsində olan hidrogen atomunun udduğu ən kiçik tezlikli fotonun enerjisi. Tezlik kiçikdirsə, H-nüyə görə enerji də kiçik olmalıdır. Y foton bərabər H-nüdür. Kiçik tezlik deyirsə, fotonun da kiçik enerjisi lazımdır. Kiçik enerji deyəndə ən yaxın olanları çıxıram. 3,4-dən 1,51 çıxıram. O da 1,89 verir. 21. Deyir, hansı keçiddə hidrogen atomunun udduğu fotonun dalğa uzunluğu ən kiçikdir. Dalğa uzunluğunun kiçik olması üçün Y foton bərabərdir Hc bölü lambdaya görə. Dalğa uzunluğunun kiçik olması üçün fotonun enerjisi böyük olmalıdır. Yəni nə vaxt ən böyük enerji udar? Ən kiçik səviyyədən ən yüksək səviyyəyə qalxsa. Cavab Y. Burada deyir ki, hansı keçiddə hidrogen atomunun udduğu fotonun dalğa uzunluğu ən böyükdür. Dalğa uzunluğunun ən böyük olması üçün udduğu enerji ən kiçik olmalıdır. O da ən yaxın olanlar. Götürərəm nəyi? Baxın bir dənə. 2 ilə 3'ü. C variantı. 23. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. Üçüncü enerji səviyyəsində olan hidrogen atomunun şüalandırdığı uzun dalğalı fotonun enerjisi nə qədərdir? Deməli, dalğa uzunluğu böyükdürsə, əgər ən uzun dalğalı deyir. Onda enerjisi ən kiçik olan axtarmalıyam. 3 şüalandırdığı deyirsə, deməli, xətimiz aşağıya doğrudur. Ən kiçik enerjini tapsam, ən yaxın olanları götürürəm. Yəni 3.4-dən 1,51 çıxıram, 1,89. 24. Hidrogen atomunun enerji səviyyələri diaqramı təsvir edilmişdir. Üçüncü enerji səviyyəsində olan hidrogen atomunun şüalandırdığı ən kiçik tezlik. Deməli, Y foton bərabər H-nüdən. Tezliyi kiçikdirsə, fotonun enerjisi də kiçik olmalıdır. Kiçik olması üçün də yenə ən yaxın olanları götürməliyim. 3.4-dən 1,51 çıxaram. Bu da mənə 1,89 verir. Yəni D variantı. 25. Hidrogen atomunun enerji səviyyələrinin diaqramı təsvir edilmişdir. 4-cü enerji səviyyəsində olan hidrogen atomunun iyonlaşma enerjisi. Uşaqlar, iyonlaşma enerjisi ilə hansı səviyyədirsə, həmin səviyyədəki enerjiyə bərabərdir. 4-cü səviyyə demir. 4-cü səviyyədə enerji 0,85-dirsə, elə iyonlaşma enerjisi də ona bərabərdir. D variantı. Baxın, 26'da da iyonlaşma enerjisini soruşur. Hansı səviyyə? Birinci. Birinci səviyyənin enerjisi nə qədərdir? 3.6. Onda ilə iyonlaşma enerjisi də 13,6'dır. A variantı. Sonra 27. Bizdən yenə iyonlaşma enerjisini istəyir. Bu dəfə 3-cü səviyyə. 3-cü səviyyənin enerjisi nə qədərdir? 1,51'dir. Onda iyonlaşma enerjim də 1,51'dir. Cavab C variantı. 28. Deyir, hidrogen atomunun enerji səviyyələri verib ikinci enerji səviyyəsində iyonlaşma. İkinci səviyyənin enerjisi nə qədərdir? 3.4 ilə iyonlaşma enerjim də 3.4'dür. Cavab B variantı. 29. Həyəcanlanmış hidrogen atomu 6-cı enerji səviyyəsindədir. Elektron hansı enerji səviyyəsində keçəndə görünən işıq şüalanar? Bilirik ki, 2-ci enerji səviyyəsidir uşaqlar. Cavabı götürərəm A variantı. 30'da deyir ki, səviyyəsində udaraq, deyir ki, hidrogen atomu görünən işıq udaraq 6-cı enerji səviyyəsinə keçmişdir. Hansı enerji səviyyəsindən keçid etmişdir? Görünən olması üçün hardan keçid etməlidir? 2-dən. Cavab A variantı. 31. Hansı keçiddə hidrogen atomu görünən işıq şüalandırar? İkinci səviyyə keçiddə.
Yəni B variantı. 32. Hansı keçiddə hidrogen atomu görünən işıq şüalandırır? Yenə ikinci səviyyə keçid olmalıdır. Ona görə cavab Y variantı. Gələk 33-ə. Hidrogen atomu enerjisi 1,51 elektron volt olan səviyyədən enerjisi 3,6 elektron volt olan səviyyəyə keçmişdir. Hansı ifadə doğrudur? Baxın, mənfi 1,51-dən mənfi 13,6-ya keçibsə, bunun enerjisi azalıb. Enerji azalıbsa, deməli fotonu şüalandırıbdır. Bunlar gedər. Nə qədərini şüalandırıb? 13,6-dan 1,51 çıxarım. Bundan da 1,51 çıxanda 12,9 qalır. 12,9 elektron volt enerjili foton şüalandırıb. Yəni cavab olur A variantı. 34. Hidrogen atomu enerjisi mənfi 0,85 elektron volt olan səviyyədən mənfi 3,4 elektron volt olan səviyyəyə keçmişdir. Hansı ifadə doğrudur? Baxın, mənfi 0,85-dən enerji gəlib mənfi 3,4-ə. Enerji azalıbdır. Mənfidə qiymət artdıqca azalır da həmin qiymət. Enerji azalıbsa, deməli bu şüalandırıb. Bunlar getdi. Nə qədərini şüalandırıb? 3,4-dən 0,85 çıxıram. O da mənə 2,55 verir. 2,55 elektron volt enerji foton şüalandırıb. Yəni Y variantı. 35. Hidrogen atomu enerjisi mənfi 13,6 elektron volt olan əsas haldadır. Enerjisi 10,2 elektron volt olan foton udduqdan sonra fotonun enerjisi. Heç bunu udursa enerjisi artmalıdır. Yəni mənfi 13,6-dan çıxaram, deməli 10,2-ni. Bunları toplasam, toplayaram da, daha doğrusu niyə toplayıram? Çünki uşaqlar, burada udubdur bunu. Udub deməli bu 10,2 elektron volt bunun enerjisinin üzərinə gəlib. Buradan da toplayanda nə qədər verər? Mənfi olduğu üçün çıxılacaqdır. 6-dan 2 çıxaram 4, 3, 0. 3,4 elektron volt. Özdə mənfi. Cavab A variantı. 36. Hidrogen atomu enerjisi mənfi 13,5 elektron volt olan əsas haldadır. Baxın, 12 elektron volt enerjini udub. Yəni bu mənfi 13,5 enerjisi var idi. Üstünə 12 elektron volt enerji gəlib. Onda bu da bizə çıxanda verəcək 5. Burada da 1,5. Mənfi 1,5 elektron volt enerjiyə malik olacaq. D variantı. 37. Qaz atomunun 3 enerji səviyyəsi verilmişdir. Y1 enerji səviyyəsində olan atomun uda biləcəyi. Udursa enerjisini artırmalıdır. Yəni birinci səviyyədən ya bura qalxa bilər. Bunun üçün 5,5-dən çıxaram 3,2-ni bir dəfə. Burada 3, 2,3 düşər. Bir dəfə də 5,5-dən 1,8-ə qalxa bilər. Yəni 5,5-dən bir dəfə də 1,8 çıxaram. Onda da mənə verəcək deməli 7, 4-dən də 1, 3, 3,7. 2,3 və 3,7 elektron volt enerji uda bilər. Onda da cavab olur C variantı. 38. Qaz atomunun 3 enerji səviyyəsi verilmişdir. Y1 səviyyəsində olan atomun şüalandıra biləcəyi fotonun enerjisi. Şüalandırırsa, uşaqlar, bunun enerjisi daha da azalmalıdır. Amma bunun axırıncı enerjisini neçə verib? Y1 səviyyəsi verib mənfi 5,5. Artıq bu, bundan artığını şüalandıra bilməz. Yəni burada qalacaq. Bu, bunun əsas halıdır. Ona görə bu halda atom foton şüalandıra bilməz. Cavab olur D variantı. 39. Qaz atomunun 3 enerji səviyyəsi verilmişdir. Y2 səviyyəsində olan foton şüalandıra biləcəyi. Y2-dən baxın, bura düşə bilər. 5,5-ə düşə bilər şüalandırıb. Yəni enerjisini azalda bilər. 5,5-dən də 3,2 çıxanda bizə verir 2,3 C variantı. 40 nömrəli sual. Atomun enerji səviyyələri verilmişdir. Ən kiçik enerjiyə malik fotonun şüalanmasına uyğun keçid. Uşaqlar, şüalananda fotonun enerjisi azalır. Azaldığı üçün də şüalanma deyəndə bizim oxumuz aşağıya doğru gedir. Yəni yuxarıya olan oxları atarım. Yəni 2, 4, 5 getdim. Bizdə qaldı 1-dən 3. Ən kiçik enerjiyə malik deyirsə, yəni ən az səviyyə keçməlidir. Yəni ki, məsələn, mən buradan qalxanda bura daha çox enerji sərf edirəm. Yəni enerjini şüalandırır. Yaxın səviyyələrdən bir-birinə keçəndə daha az enerji udulur və şüalanır. Bizdə də ən yaxın, ən kiçik keçid hansıdır? 1-dir. Ona görə cavabı C götürərəm. Gələk indi növbəti suala. 41. Deyir, ən kiçik malik foton, enerjiyə malik foton udulması. Udulmadısa enerji artdığı üçün yuxarıya doğru yönəlməlidir oxumuz. Onda aşağıya yönələnləri ataram, yəni 2 ilə 4 getdi. Ən kiçik enerji deyirsə, yenə yaxın səviyyələr olmalıdır. Yəni xəttlər arasındakı məsafə az olmalıdır. Cavabı götürərəm 3. C variantı. Gələk indi növbəti suala. Keçək növbəti suala. 42.
Atomun enerji səviyyələri verilmişdir. Ən böyük dalğa uzunluqlu fotonun udulmasına uyğun keçid. Əgər foton udulursa enerji artır. Enerji artırsa bizim xəttimiz yuxarıya doğru olmalıdır. Aşağı yönələn bir nənkini ataram. Ən böyük dalğa uzunluqlu deyirsə, Y bərabərdir, HC bölünsün lambdaya görə. Dalğa uzunluğu böyükdürsə, yenə enerji mən kiçik olmalıdır. Yəni, yaxın səviyyələr olmalıdır. Ona görə də burada cavabı 4 götürərəm. Yəni, B variantı. 43 nömrəli sual. Atomun enerji səviyyələrinin diaqramı verilmişdir. Ən böyük dalğa uzunluqlu. Deməli, ən böyük dalğa uzunluğu deyirsə, lambda böyükdür. Onda enerji yenə ən kiçik olmalıdır. Lakin burada bir şeyə diqqət edirsiniz. Bu dəfə şüalanma deyir. Şüalanmada xətt aşağı olmalıdır. Aşağı olmalıdır və ən yaxın səviyyəni götürməliyəm. Burada cavab 2-dir. Y variantı. 44. Uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. Deməli, 2 neytrona malikdir. Yuxarıdan aşağını çıxıram. Hidrogen nüvəsində 3-dən 1 çıxıram, 2 qalır. Heliumdakı 4-dən 2 çıxıram, 2 qalır. Hər ikisinin 2 neytronu var. 1 ortaq gedir. 1 olmayanları ataq. Sonra 3 nuklonu var. Yəni, yuxarıdakı kütlə ədədinə baxıram da. Burada baxıram ki, yuxarıda deməli 3 dənə hansıdır? Hidrogen nüvəsidir. Onda 3 nuklon ondadır. 1 proton olan yenə hidrogendir. Çünki heliumda 2 dənədir. Protonların və neytronların sayı eyni olan heliumdur. Çünki heliumda 2 dənə proton var. Yuxarıdan aşağıdan çıxanda 2 dənə də neytron olur. Amma hidrogende 1 dənə proton var. Amma yuxarıdan aşağıdan çıxanda 2 dənə neytron olur. Onlar bərabər deyil. Yəni 4 bura gedir. Kütlə ədədinin yük ədədinin nisbəti 2-yə bərabərdir. Bu da heliuma gedir. 4-ü 2-yə bölürəm, 2 düşür. Yəni bura. 2, 3, 1 ortaq gedir, 4, 5. Cavab D variantı. Gələk 45 nömrəli suala. Açar sözlərdən hansı ardıcılıqla istifadə etməklə mətni tamamlamaq olar? Deyir ki, adi halda atomlar aşağı enerji səviyyəsində olur. Ən aşağı enerji səviyyəsində olur. Daha sonra deməli, deyir ki, maddənin daxilindən elektromaqnit dalğası keçdikdə atomlar həyəcanlanır. Atomlar həyəcanlanır, sonra atomun bir stasionar haldan digərinə özbaşına keçməsi zamanı baş verdiyi şüalanma özbaşına keçirsə spontondur. Sponton şüalanma adlanır. Atomun enerji səviyyəsinə xarici elektromaqnit sahəsinin təsiri keçdikdə baş verən şüalanma. Onda biz buna belə deyək də, atomun yuxarı enerji səviyyəsindən aşağı enerji səviyyəsinə xarici elektromaqnit sahəsinin təsiri ilə keçdikdə, yəni xaricdən təsir var, məcburi şəkildə keçir, ona görə də bu şüalanma məcburi şüalanma adlanır. Lazerlərin iş prinsipi də məcburi şüalanmaya əsaslanır. Yəni 1, 3, 2, 1, 4, 4. Cavabı götürərəm C variantı. 46. Hidrogen atomunun enerji səviyyələri diaqramı göstərilmişdir. Euler-Venn diaqramını uyğun bəndləri müəyyən edin. Görünən işıq diapazonuna düşən foton şüalanması verir. Görünən işığa ikinci səviyyə düşməlidir. Hər ikisi ikinci səviyyə düşür. Ona görə ortaq götürərəm. Şüalanan fotonun tezliyi daha böyükdür. Tezlik böyükdürsə, Y bərabərdir H-niyə görə enerji də böyük olmalıdır. Enerji harda böyükdür? Xətt harda uzundur? Birincidə, onda 1-ə gedir. Şüalanan fotonun dalğa uzunluğu daha böyükdür. Onda yazıram Y bərabər HC bölü lambda. Dalğa uzunluğu böyükdürsə enerji ən kiçik olmalıdır. Bu da 2-yə gedər. Sonra atomun iyonlaşma enerjisinin qiyməti artır deyir. Bu da 2-sinə də gedir. 2, 1, 4, 3. Cavabı götürərəm. Deməli A variantı. Keçək növbəti suala. 47-də. Deyir ki, görünən işıq diapazonuna düşən foton udulur. İkisi də eyni enerji səviyyəsindən, ikinci səviyyədən qalxdığı üçün ikisi də görünəndir. Bir ortaq gedir, biri olmayanlar getdi aynen D. Udulan foton dalğa uzunluğu daha kiçikdir. Y bərabərdir HC bölü lambdaya görə. Dalğa uzunluğu kiçikdirsə fotonun enerjisi ən böyük olmalıdır. Ona görə 1-i götürürəm, 1-ə götürürəm. Sonra tezliyi daha kiçikdir. Y bərabər H-nü. Tezliyi kiçikdirsə enerji də kiçik olmalıdır. 2-yə götürürəm. İyonlaşma enerjisi qiyməti azalır hər ikisində. 2, 1, 4, 3 olur. Cavabı götürərəm C variantı. 48. Atomun enerji səviyyələri diaqramı verilmişdir. Ən böyük impulsa malik fotonun şüalanmasına uyğun keçid hansı rəqəmdə göstərmişdir? P bərabər Y bölü C-dən impuls enerji ilə düz asıdır. Düz asılı olduğu üçün də harda mənim enerjim böyükdürsə orada impulsun böyük olmalıdır. Şüalanma deyilsə aşağıya doğru olmalıdır xətt. Aşağıya doğru olmalıdır və böyük olmalıdır. Ona görə də cavabı götürərəm 1. B variantı.
49-da deyir ki, ən kiçik impulsa malik şüalanma. Şüalanmada yenə oxum aşağıdır. Ən kiçik impuls deyirsə enerjim də ən kiçik olmalıdır. Yəni səviyyələrimin arasındakı fərq çox az olmalıdır. 4-ü götürərəm. Y variantı. 50. Atomun enerji səviyyələri diaqramında fotonların şüalanmasına uyğun keçidlər göstərmişdir. Şüalanan fotonların tezlikləri. Y foton bərabərdir H nəyə görə? Tezlik fotonun enerjisindən düz asıdır. Fotonun enerjisi nə qədər böyüksə, tezlik də o qədər çoxdur. Fotonun enerjisinin böyüyü də xəttin uzunluğuna görədir. Ən böyük enerji 3-dədir. Ona görə ən böyük tezlik 3-dədir. Sonra 1-dədir, sonra 2-dədir. N3 böyükdür N1-dən, o da böyükdür N2-dən. Cavabı götürərəm C variantı. 51-də enerjilər deyir müqayisə et. Enerji bir xəttin uzunluğuna görə baxırıq. Xətt nə qədər uzundursa enerji o qədər böyükdür. Burada ən uzun xətt 2-dədir. Yəni Y2 ən böyükdür. Sonra Y1 böyükdür, sonra Y3. Y2, Y1, Y3. Cavabı götürərəm C variantı. 52-də yenə enerji deyir. Burada baxıram ki, xəttim harada ən böyük uzundur 3-də. Sonra 1-də, sonra 2-də. Y3, Y1, Y2. Cavab A variantı. 53. Verilmiş kütləli cismin udduğu radioaktiv şüalanmanın enerjisini 3 dəfə artırdıqda udulma dozası 2 qrey artarsa udulma dozasının əvvəlki qiyməti D bərabər Y bölü M-dir. Enerjini 3 dəfə artırıramsa Y2 bərabərdir 3Y1 yazaram. Udulma dozası 2 qrey artırsa D2 bərabərdir D1 üstə gəl 2 yazaram. Bunlar düz asılı olduğu üçün nisbət quraram. D1-in D2 olan nisbəti bərabərdir Y1-in Y2 nisbətinə. Buradan Y1-in qalar yerində Y2-in yerinə 3Y1 qoyaram, bərabərdir. D1 qalar yerində D2-in də yerinə D1 plus 2 qoyaram. Bunlar gedər çarpaz vuraram. 3D1 bərabərdir. D1 üstə gəl 2-yə. Buradan 2D1 bərabərdir 2-yə. Onda D1-i buradan 1 qrey tapıram. Elə başlanğıc qiymətində istəyirsə cavab 1 qreydir. Yəni B variantı. 54. Hidrogen atomunun enerji səviyyələri diaqramındakı 1 və 2 keçidlərində şüalanan fotonların enerjilərinin nisbəti nəyə bərabərdir? Birinci Y1-ə baxaq. 1 səviyyəsində 2-dən 1-ə gəlib mənfi Y-dən çıxmalıyam. Y bölünsün 4-dür. Onda ara müsbət olur. Yəni mənfi Y-nin üstə Y bölü 4 gəlirəm. Onda bu da mənə 3Y bölünsün 4 verər. Mənfi 3Y bölünsün 4. Birincini tapdım. Y2-ni tapıram. İkincidə nədir? Mənfi Y bölü 9-dan Y-yə düşüb. Yəni mənfi Y-dən uşaqlar çıxmalıyam. Mənfi Y bölünsün 9-u. Yenə ara üstə gəl olur. Belə bir ifadə alıram da. Mənfi Y üstə gəlsin Y bölünsün 9. Bunu da çıxanda bu mənə verir mənfi 8Y bölünsün 9. Heç sonra da bunların nisbətinə görə məndən istəyirsə Y1-i Y2-yə bölürəm. Y1-in qiyməti mənfi 3Y bölünsün 4-dür. Vururam tərsinə, olsun mənfilər gedəcək. 9 bölünsün 8Y-yə. Buradan da Y-lər getsə 27 bölünsün 32 alınır. Yəni cavabı 27 bölü 32 götürərəm. D variantı. 55. Enerji səviyyələri təsvir edilmiş atomun bir səviyyədən digərinə keçdikdə şüalanan və udulan fotonların dalğa uzunluqları göstərilmişdir. Atom bir səviyyəsindən 3 səviyyəsinə keçdikdə udulan fotonun dalğa uzunluğu nəyə bərabərdir? Heç uşaqlar, burada mən enerjiləri yazaram birinci növbədə. Deməli, burada aşağıya udulub şüalanıb 2 dənə. Lambda 2 1-dən lambda 3 2. Elə udulan enerjiyə bərabərdir da. Çünki udulan enerjini ikisi birlikdə şüalandırıbdır. Onda mən belə yazaram. Y1 3. Yəni udulan bərabərdir şüalananların cəminə. Yəni Y2 3, Y3 2 ilə Y2 1-in cəmi. İndi bunları açaq da Y3 1-in yerinə yazıram. H S bölünsün lambda 1 3 bərabərdir. H S bölünsün lambda 3 2 üstə gəlinsin. Bunu da yerinə yazıram. H S bölünsün lambda 2 1. Uşaqlar, mən bunları mötərizə xaricdən çıxartsam H S-lər gedər. Belə bir ifadə alaram. 1 bölünsün lambda 1 3 bərabərdir. 1 bölünsün lambda 3 2 üstə gəlinsin 1 bölünsün lambda 2 1. Uşaqlar, mən bunu ortaq məxrəc edərəm. 1 bölünsün lambda 1 3 bərabər olar. Ortaq məxrəc B-yə götürərəm da lambda 3 2 vurulsun lambda 2 1. Sürətdə də lambda 3 2 üstə gəlsin lambda 2 1. Sonra da bu ifadəni tərsinə çevirərəm. Lambda 1 3 bərabər olar Y2-da. Deməli, lambda 3 2
vurulsun lambda 2-1, bölünsün lambda 3-2, üstə gəlsin lambda 3-1. Lambda 2-1. So, bizə də indi bunları veribdir, gətirib yerinə qoyuram. Lambda 1-3 bərabərdir. Birini 600 verib, birini 400. Vuranda sürətdə edir 2400. Bu şəkildə arxada hətta 4 dənə 0 var. Bölürəm 1000-ə. Buradan da 3 sıfırla bu gedir, qalır 240 nanometr. Yəni cavabı tapıram 240 nanometr. B variantı. 56. Yaqut lazerinin enerji səviyyələri göstərmişdir. Hansı keçid məcburi şüalanmanın hesabına baş verir? Yaqut lazerində belə bir söhbət var ki, birinci növbədə deyək ki, enerji udularaq birinci səviyyədən üçüncü səviyyəyə qalxır. Sonra birdən-birə 3-dən 1-ə düşə bilmir. Birinci 3-dən 2-yə düşür. 2-dən 1-ə düşəndə şüalanma baş verir. Yaqut lazerinin şüalanması baş verir. Ona görə də cavabı götürürəm 2-dən 1-ə. Yəni A variantı. 57. Atomun planetar modeli əsasında çəkilmiş şəklə görə hansı ifadələr doğrudur? Baxıram X maddəmin 3 dənə protonu var. 4 dənə də neytronu varsa 3 7-dir. Bu lityumdur. Lityumdur. Lakin fikir verirsinizsə 3 dənə protonu var. 2 dənə elektronu var. Yəni mənfi yüklərinin sayı azdır. Müsbət daha çoxdursa mən deyərəm bu müsbət iyondur. Mənfi çox olsa mənfi iyon deyərdim. Elektronlarının sayı 2-yə bərabərdir. Protonlarının sayı da 3-ə bərabərdir. Cavab da 1, 3, 6 olar.